2022-ci ilin fevralın 24-də Rusiya Silahlı Qüvvələrinin Ukrayna ərazisinə geniş miqyaslı müdaxiləsi ilə başlayan müharibə artıq 4-cü ildir ki, davam edir. Bu dövr ərzində dünyada baş tutan geosiyasi, hərbi proseslər Şərqi Avropadakı müharibəni 21-ci əsrin ən ağır münaqişə ocaqlarından birinə çevirib. Üstəlik müharibə qoca qitə daxilində enerji böhranına, iqtisadi parçalanma səviyyəsində fikir ayrılıqlarının yaranmasına belə səbəb olub. Bütün bunların fonunda tərəflərin istədiklərini əldə etdiyi düşünülsə də, nə Rusiya, nə də Ukrayna müharibədə irəliləyiş göstərə bilib. Məsələyə ilk olaraq öz təhlükəsizliyini qorumaq üçün Avropa İttifaqı, NATO və Kiyevə xəbərdarlıqlar edən Moskvanın prizmasından baxsaq, görərik ki, Rusiya Ukrayna cəbhə xəttində demək olar ilişib qalıb. Bundan əvvəl də eyni fikirlərlə Gürcüstan və Krıma qarşı əməliyyatlar keçirən Kreml eyni ssenarini Ukraynada göstərə bilmədi. Daha doğrusu itirdikləri əldə etdiklərinə nisbətdə xeyli üstündür. Belə ki, Qərbin tətbiq etdiyi sanksiyalar 4 il davam edən müharibədə Rusiya iqtisadiyyatının əhəmiyyətli dərəcədə zəifləməsi ilə nəticələnib. Ağır döyüşlərin təsiri ilə fabrik və zavodların da hərbi məhsullar istehsal etməyə başlaması və Avropanın təbii qazdan imtina prosesini sürətləndirməsi iqtisadiyyatda yaranan çatların bir qədər də genişlənməsinə şərait yaradıb. Bundan əlavə, Ukrayna tərəfinin müasir döyüş taktikalarından istifadəsi ilə Moskvanın sahib olduğu silah inventarlarına, strateji obyektlərinə, Tu-160 kimi çox bahalı texnikalarına zərbələr də Rusiya ordusunda boşluqların yaranmasına və müharibənin uzanmasına səbəb olub. Təbii ki, bütün bunlara paralel olaraq Kremlin dünyada sahib olduğu böyük hərbi və siyasi güclə bağlı miflər də darmadağın oldu. Rusiyanın Şərqi Avropada müharibəyə başının qarışması nəticəsində uzun illər Moskvanın əlinin olduğu və münaqişəli vəziyyətdə qalan ərazilərdə də problemlər qismən həll olunmağa başlayıb. Beləliklə də Rusiya-Ukrayna müharibəsi Moskvanın ağır hərbi, iqtisadi və siyasi itkilərlə üzləşməsinə gətirib çıxarıb ki, bu proses hələ də davam edir. Eyni vəziyyət Ukrayna üçün də keçərlidir. Ötən 4 il ərzində Kiyev Moskvanın irəliləyişini dondursa da, torpaqlarının 25%-dən çox hissəsini itirib. Ukraynanın demək olar böyük hissəsi dağıdılıb və müharibədən sonra böyük investisiya və yatırım tələb edir. Üstəlik, rəsmi Kiyevin dağıntıları bərpa edəcək işçiləri belə yoxdur. Çünki əhalinin böyük bir hissəsi ölkəni tərk edib. Həmçinin Rusiyanın Ukraynada kritik obyektlərə zərbələri nəticəsində əhali soyuq qış aylarında enerji böhranı ilə üz-üzə qalıb. Bütün bunlara paralel olaraq Kiyevin ölkəni qorumaq üçün qərbdən aldığı silah və texnikaların hamısı borc olaraq qeydə alınıb. Müharibə bitəcəyi təqdirdə Kiyev faizləri ilə birlikdə bunu qaytarmalı olacaq ki, bu da Ukraynanın uzun müddət kənar ölkələrin təzyiqi və təsiri altında qalacağını, nadir torpaq elementləri də daxil olmaqla ərazilərinin bir hissəsinin idarəsini könüllü olaraq qərbə verməli olacağını göstərir. Digər tərəfdən, müharibənin uzanması ilə birlikdə əhalinin üzləşdiyi çətinliklər hakimiyyətə və döyüşlərin gedişatına dair inamsızlığın artmasına gətirib çıxarır ki, bu da Moskvanın əldə etmək istədiyi nəticələrdən biridir. Daxili təzyiqlər, artan borclar və itirilən nüfuz fonunda isə Ukrayna rəhbəri Zelenski qoca qitə və Amerikadan istəklərini artırır. Lakin bütün bunlar istənilən nəticəni vermir. Hətta artıq ittifaq daxilində Kiyevi dəstəkləyənlərin sayının getdikcə azalması və Rusiyaya tətbiq edilən sanksiyaların aradan qaldırılmasının təklif olunması da Zelenskinin necə bir bataqlığa batdığının bariz nümunəsidir. Həmçinin Kiyevin Avropa İttifaqı və NATO-ya üzvlüyü barəsində də fikir ayrılıqları yaranıb. Bununla belə geosiyasi vəziyyəti yaxşı dəyərləndirmək əvəzinə Kiyev rəhbəri Macarıstanın baş naziri daxil bir çox şəxslərə qarşı açıq təhdid və hücumlara əl atır ki, bu da gələcəkdə hadisələrin müsbət formada həllinə imkan verməyəcək. Beləliklə də Ukrayna 4 illik müharibədə milyonlarla məcburi köçkün, tamamilə dağıdılan və böyük bir qismi işğal edilən torpaqlar, milyardlarla xarici borc və bitməyən döyüşlər ilə üz-üzə qalıb. Təbii ki, Şərqi Avropadakı münaqişə təkcə Rusiya və Ukraynaya təsir etməyib. Avropa İttifaqı, NATO, Birləşmiş Ştatlar daxilində də böyük fikir ayrılıqlarına və problemlərin yaranmasına şərait yaradıb. Belə ki, uzun illər iqtisadi birlik və böyük hərbi güc statusunu özündə daşıyan Avropa İttifaqı parçalanma ilə üz-üzədir. Ölkələr arasında Ukraynaya yardım,
Kiyevin üzvlüyü və Rusiyaya qarşı göstərilən siyasi tutumun təyin edilməsi fonunda cərəyan edən hadisələr ittifaqın davam etdirilməsinə dair sualların yaranmasına səbəb olub. Eyni şəkildə NATO-nun Rusiyaya qarşı açıq hərbi əməliyyatlardan çəkinməsi, alyansın, eləcə də qoca qitənin hərbi müdafiə potensialının sadəcə Vaşinqtonun əlində cəmləşməsi də Avropa ölkələri arasında NATO-ya inamsızlığın yaranmasına gətirib çıxarıb. Bütün bunlara paralel olaraq Ukrayna müharibəsi fonunda Birləşmiş Ştatlar və Avropa arasında da siyasi çatlar yaranıb. Hətta Trampın hakimiyyətə gələr-gəlməz Zelenskini Ağ Evdə danlaması və qoca qitəyə rüsumlar tətbiq etməsi. Lakin sonradan baş verənləri öz müstəvisində düzəltməyə çalışması da mövcud geosiyasi sistemin, Avropa İttifaqı, NATO və Birləşmiş Ştatların sahib olduğu güc mifinin ortadan qalxmasına səbəb oldu. Ötən əsrdə yeni nizam yaradılmazdan əvvəl iki böyük dünya müharibəsi baş tutdu. Bugün isə bu prosesi təhlükdə Rusiya-Ukrayna müharibəsi öz üzərinə götürüb. Bununla belə 4 ildir davam edən və bir növ dondurulan savaş Avropada da düzəldilməz böyük vaxt aparacaq, geosiyasi çatların yaranmasına səbəb olub.